Dostlar, əzələ təzyiq görməsə, inkişaf edə bilməz, mümkün deyil. Yəni, sən istəyirsən yeməyə fikir ver və s. Təbii ki, yeməyə fikir versən, formada qala bilərsən. Amma ki, əzələnin inkişafı üçün sən mütləq şəkildədir ki, əzələyə təzyiq göstərəsən. Sən əksəriyyətin xanımları götürək, misal üçün. Zala gəlir, bütün günü VSV-dədir. Ancaq bax, telefonla yazışır, bəlkə kiməsə yazır, salam gözləyir. Qarşı tərəfona desin ki, haradasan, neymişsən, deyəcək zaldayam. Və salam. Amma təzyiq yoxdur burada. Əgər belə qaçırsan, VSV düşürürsənsə, elə onu çöldə də eləyə bilər. Zala gəlmisənsə, sən təzyiq göstərməlisən əzələvə. Həmçində kişilərdən söhbət gedir. Yəni, bu insana baxırsan üzünə, heç bilinmir də bu məşq eləyib. Elə bil ki, fasilə verib. Ona görə sən yəni, ağır çəkidən çıxanda üzdə bilinməlidir ki, sən məşq edirsən. Zaldan yorğun çıxmalısan. Yoxsa gəlirsən bura hir, har və salam. Başqa bir şey yox. Sonra desən nəticə yoxdur. Yəni, nəticə olmayacaq da. Ya sən nəzarət altında olmalısan və təbii ki, sən özün özünə, yəni belə deyim də, təzyiq göstərməlisən. Və salam, qısa konkret. Hər kəsə uğurlar.